Salam hörmətli izləyicilərimiz, bu günlər sizə Xırdalanda Heydər Parkın düz yanında müsaitsi 105 kvadrat olan 3 otağa düzəlmə mənzil təqdim eləməyə gəlmişik. 2 otaqdan 3 otağa düzəlib, amma bir böyük özəlliyi də var. İndi təqdimat ərəfəsində sizə o özəlliyi göstərəcəm. Qonaq otağını görürsünüz. Böyük qəşəng qonaq otağı var. Forması da demək olar ki, kvadrat formasındadır. Bilirsiniz ki, kvadrat formasında olanda rahat mebelləri sığdırmaq olur mənzilə. Qonaq otağını sizə göstərdim. Gəlin sizə evimizin böyük balkonunu göstərim. Görsünüz, hamısı da kafellə qəşəng, səliqəli şəkildə təmir olunub. Kombi aparatın yeşiyi də bağlanıb. Giriş qapısını görürsünüz. Evin əla bir proyekti var. Onu da sizə başa salacağım. Giriş qapısına girəndən sonra böyük bir boşluğu görürsünüz. Burada rahat kladovka kimi də yığa bilərsiniz. Lazım olan əşyaları. Sonra belə bir hol açılır. Holdan da otaqlarımız paylanır. Düzünə getsək, uşaq yatağı otağı, qonaq otağını sizə göstərdim. İkinci qapı. Burada evimizin mətbəxidir. Gəlin mətbəxə baxalım. Qəşəng geniş mətbəx mebeli yığılıb. Rahat burada stol üçün də yer nəzərdə tutulub. İstəsəniz rahat divan da qoymaq olar. Çox mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir bina. Yeri də möhtəşəmdir. Düz Heydər Parkın yanında yerləşir. Yolu keçirsiniz, Heydər Park sizi qarşılayır. Binanın həyəti də var, yeraltı parkingi də var. Hamam otağını görürsünüz. Qəşəng açıq rənglərdən istifadə olunub. Gördüyünüz kimi, baxın, bu ikinci hamam otağıdır. Hamam otaqları da ayrı-ayrıdır. Bütün aksesuarları da gördüyünüz kimi yığılıb. Bu isə bizim sonuncu uşaq yataq otağımızdır. Ölçüsü də möhtəşəmdir, qəşəng ölçüsü var və dediyim sizə özəllik, gördüyünüz kimi iki binanın birləşməsinə düşdüyünə görə buradan rahat hava da gəlir. Çox vaxt bilirsiniz ki, iki otaqdan 3 otağa düzəlmə olanda adi bir pəncərə qoyurlar, amma burada isə rahat havalandırması var. Gün işığı olmasa da ən azından havalandırması var. Qiymət hörmətli izləyicilərimiz 173 min manatdır. Valideyn yataq otağım yanımdan çıxdı, təqdim elədim, yoxsa yox. Ev çox xoşuma gəldi. Biraz qarışıqlıq oldu. Bu isə bizim valideyn yataq otağımızdır. Valideyn yataq otağımızda da baxın, belə böyük bir ölçüdədir. Evin kvadratı 100-dən çox olsa da, yəni ki, ev normal qəşəng ölçüdədir. Qapılar da görsünüz, qəşəng qapılar deviyyəsi qoyub. Buyurun, gəlin, baxın, evimizin qiyməti 173 min manatdır. Ən əsası Qubşu əlimizdədir. İstənilən asan xidmətdə və ya notarius dalğı satqımız eləyə biləcəyik. Evdə dosta qismət olan evdir, görürsünüz.